Salam izləyicilər, bu videoda sizə hiyerarxik model haqqında məlumat verəcəm. Elə isə başlayaq. Hiyerarxik model verilənlərin ağac şəklində və ya qraf şəklində təşkil olunmasına əsaslanır. Bu modeldə verilənlər səviyyələr üzrə yerləşir. Yuxarı səviyyə və aşağı səviyyə. Aşağı səviyyədə olan elementlər yuxarı səviyyəyə tabe olur. Məsələn, ekranda hiyerarxik modelə uyğun sxemi görürsünüz. Birinci səviyyə, ikinci səviyyə və üçüncü səviyyə. Burada hər bir səviyyə, yəni özündən yuxarıda olan səviyyəyə tabedir. Yəni üçüncü səviyyə özündən yuxarıda olan ikinci səviyyəyə tabedir. Həmçinin ikinci səviyyələr də özündən yuxarıda olan birinci səviyyə tabedir. Yəni bir sözlə hiyerarxik modeldə layihələndirmə yuxarıdan aşağıya prinsipi ilə qurulur. Hiyerarxik modelə çox vaxt bu baxımdan ağacvari strukturda deyirlər. Ekranda görürsünüz, yəni layihələndirmə yuxarıdan aşağıya doğrudur. Burada ağacvari strukturda düyünlər, təpələr var. Yəni bu dairə işarəsi düyünlər, təpələrdir. Bunlar mahiyyətlərin, yəni obyektlərin tipini göstərir. Və bu təpələr gördüyünüz bu ox işarələri ilə əlaqələndiriliblər. Yəni bunlara biz budaq deyirik. Budaqlar isə mahiyyətlər arasındakı, yəni obyektlər arasındakı əlaqələri göstərir. Buna görə də bu struktur budaqlanan struktur da adlanır. Qeyd edək ki, hiyerarxik modeldə ən yuxarı səviyyə kök düyünü adlanır. Yəni bu gördüyünüz ən başdakı təpə kök düyün, yəni kök təpə adlanır. Hiyerarxik modelə çox yaxşı və klassik nümunə diskdə qovluq və faylların strukturunu misal olaraq gətirmək olar. Burada görürsünüz, diskin daxilində proqramlar, sənədlər və şəkillər adlı qovluqlar var. Yəni bu qovluqlar diskə tabedir və hər bir qovluğun içərisində də görürsünüz. Proqramlar qovluğunda Word, Excel proqramları var. Sənədlər qovluğunda deməli Word formatında və PDF formatında fayllar var və şəkillər qovluğunda da qrafik tipli fayl var və bu fayllar da qovluqlara tabedir. Yəni diskimiz qovluqlardan ibarətdir. Qovluqlarımız da öz daxilində yerləşən müəyyən həm alt qovluqlardan, həmçinin fayllardan ibarət olur. Deməli, burada disk C ən yuxarı səviyyədir, yəni kök düyündür. Qovluqlar ara səviyyələrdir. Fayllar isə ən aşağı səviyyələr sayılır. Və hər bir fayl qeyd etdiyimiz kimi bir qovluğa tabedir. Hər qovluq isə yuxarı qovluğa bağlıdır. Hiyerarxik modelə aid digər nümunələrə də nəzər salaq. Belə ki, universitet strukturunu misal gətirmək olar. Deməli, burada universitet müəyyən fakültələrdən ibarətdir və hər bir fakültə də kafedralardan ibarətdir və hər bir kafedraya da müəllim və tələbə heyəti tabedir. Gördüyünüz kimi, yəni məsələn Riyaziyyat fakültəsinə aid Riyazi Analiz kafedrası və Cəbr Həndəsə kafedrası burada mövcuddur. Yəni hər bir kafedra yəni özündən yuxarıya tabedir. Yəni Riyazi Analiz kafedrası Filologiya fakültəsinə tabe deyil. Yəni hər bir belə deyək element özündən yuxarıdakına tabedir. Bundan başqa şirkət idarə etmə strukturunu da misal gətirmək olar. Deməli, burada ən üst səviyyədə direktor vardır və direktora şöbə rəhbəri tabedir və şöbə rəhbərinə də işçilər tabedir. Kitabın quruluşunu da misal gətirmək olar. Kitab bölmələrdən ibarətdir, bölmə fəsillərdən və hər bir fəsildə paraqraflardan, yəni mövzulardan ibarətdir. Ailə ağacı da həmçinin baba, ata, uşaq, yəni burada övlad valideynə tabedir prinsipi vardır.
Veb-sayt strukturu da həmçinin ən gözəl nümunələrdəndir. Yəni hər bir veb-saytın ana səhifəsi olur və hər bir ana səhifədə müəyyən bölmələr olur və hər bir bölmələrin də daxilində müəyyən alt səhifələr mövcuddur və s. Yəni belə nümunələri artırmaq olar. Bu nümunələrin hamısında yuxarı səviyyə, aşağı səviyyə rəhbərlik edir. Ona görə də struktur ağac formasında qurulur və iyerarxik modelə uyğun gəlir. Əlaqə tiplərindən danışaq. İyerarxik tipli verilənlər bazasında aşağıdakı əlaqə tipləri mövcuddur. Birin birə, yəni bu zaman bir obyekt yalnız bir obyektlə əlaqəlidir. Birin çoxa, yəni bir obyekt bir neçə obyektlə əlaqəlidir. Çoxun çoxa, bir neçə obyektlə əlaqəlidir. Gəlin bunları daha ətraflı nəzər salaq, daha yaxşı başa düşmək üçün. İlk qeyd elədiyimiz birin birədir, yəni one to one. Birin birə əlaqəsində qeyd etdik ki, hər bir obyekt və ya element yalnız bir elementlə əlaqəlidir. Yəni sxemi də görürsünüz, yəni hər bir element yalnız özündən yuxarıda olan elementlə əlaqəlidir. Məsələn, misal göstərək, şəxs pasport. Yəni belə ki, burada hər bir şəxs yalnız bir pasporta malikdir və eyni zamanda hər bir pasportda yalnız bir şəxsə aiddir. Yəni gördüyünüz kimi əlaqə birin birədir. Birin birə əlaqə tipində digər nümunələrə də nəzər salaq. Məsələn, avtomobil və avtomobilin qeydiyyat nömrəsi. Belə ki, hər avtomobilin bir qeydiyyat nömrəsi olur və eyni zamanda bu qeydiyyat nömrəsi də ancaq bir avtomobilə aid olur. Yəni gördüyünüz kimi burada birin birə əlaqə tipi var. İşçi vön hesabı, yəni bir işçinin bir vön hesabı olur və təbii ki, o vön hesabı da ancaq bir adama, yəni bir insana bağlı olur. Sayt ana səhifə, yəni hər saytın bir əsas ana səhifəsi olur və təbii ki, o ana səhifədə ancaq o sayta aid olduğuna görə, yəni hər iki tərəfdən baxanda birin bir əlaqəsi var. Tələbə və tələbə bileti, yəni hər bir tələbənin bir tələbə bileti olur və təbii ki, o bilet ancaq bir şəxsə aid olur. Ölkə, bayraq, belə ki, hər ölkənin yalnız bir rəsmi bayrağı var və təbii ki, həmin bayraqda yalnız bir ölkə aid olur. Yəni hər iki tərəfdən baxanda birin birə əlaqəsi olduqda artıq buna birin birə əlaqə tipi deyirik. Digər əlaqə tiplərini də nəzər salaq. Məsələn, digər əlaqə tipi birin çoxa idi, yəni one to many. Bu əlaqə tipində bir element bir neçə elementlə əlaqəlidir. Yəni şəkildə də fikir verin. Burada yəni bir element bir neçə elementlə əlaqəlidir. Yəni belə olduqda, yəni birin çoxa deyirik. Məsələn, fakültə və kafedra, belə ki, hər bir fakültəyə bir neçə kafedra aid ola bilər, amma hər bir kafedra yalnız bir fakültəyə tabi olur. Yəni fakültə tərəfdən baxanda görürsünüz, burada bir element iki elementlə əlaqəli olub, amma kafedra tərəfdən baxanda isə görürük ki, bu kafedralar yalnız bir elementlə, yəni fakültə ilə əlaqəlidir. Yəni bir tərəfdən baxanda əgər bir neçə əlaqə tipi varsa, yəni bir neçə elementlə əlaqə varsa və digər tərəfdən baxanda isə yalnız bir elementlə əlaqə varsa, demək ki, bu birin çoxadır. Digər misallara da nəzər salaq. Məsələn, qovluq və faylları nümunə gətirmək olar. Belə ki, bir qovluqda bir neçə fayl ola bilər. Amma fayl tərəfdən baxanda həmin fayllar yalnız yəni bir qovluqla əlaqəli olur. Universitet, fakültə, yəni bir universitetdə bir neçə fakültə olur və təbii ki, o fakültələrdə yəni bir universitetə aid olur. Fakültə, kafedra, yəni bu barədə dedik, yəni hər fakültəyə bir neçə kafedra daxil ola bilər, amma hər kafedra özü bir fakültə ilə əlaqəli olur. Direktor, işçilər, yəni bir direktorun rəhbərliyi altında bir neçə işçi işləyir, amma bu işçilər yalnız bir direktora tabi olur. Yəni direktor tərəfdən baxanda görürük bir neçə element əlaqəlidir, amma işçilər tərəfdən baxanda bir element. Avtomobil və avtomobilin ehtiyat hissəsi, belə ki, hər bir avtomobil bir neçə ehtiyat hissələrdən ibarətdir, amma təbii ki, bu ehtiyat hissələri yalnız bir avtomobilə aid olur.
Kitab fəsillər, bir kitab bir neçə fəsildən ibarət olur, amma bu fəsillər ancaq yəni bir kitaba aid olur. Müəllim və tələbələr və qeyd olaraq vermişik ki, auditoriyada. Çünki auditoriyada adətən real həyatda bir müəllim olur və bir neçə tələbə olur və bu zaman bir müəllim bir neçə tələbəyə dərs deyir. Lakin bu tələbələrin, yəni tələbələr tərəfindən baxanda görürük ki, yalnız bir müəllim olur. Sayt, bölmələr, alt səhifələr, yəni bir saytda bir neçə bölmə və ya alt səhifə ola bilər. Lakin bölmə və alt səhifələr yəni ancaq bir saytla əlaqəli olur. Şəxs bank hesabı, bir şəxsin bir neçə bank hesabı ola bilər, lakin bu bank hesabları yalnız bir şəxsə aid ola bilər. Belə, digər əlaqə tipinə nəzər salaq, bu da çoxun çoxadır, yəni many to many. Belə ki, bu əlaqə tipində bir neçə elementlə əlaqəlidir. Görürsünüz, burada deməli bir neçə element. Görürsünüz, həm buradan baxanda, məsələn, bu element bir neçə elementlə əlaqəlidir. İndi digər tərəfdən baxanda, yəni bu hissədən baxanda, buradan da görürük ki, burada iki dənə elementlə, yəni bir neçə elementlə əlaqədir. Yəni hər iki tərəfdən bir neçə elementlə əlaqə olanda bu artıq çoxun çoxu olur. Məsələn, tələbə və kursları misal gətirmək olar. Belə ki, hər bir tələbə bir neçə kurs götürə bilər və eyni zamanda hər bir kursda isə bir neçə tələbə iştirak edə bilər. Və sxemdə də baxaq, görürsünüz, tələbələr və kurslar, bunlar hər iki tərəfdən baxanda, yəni bir neçə element əlaqəsi olduğu üçün bu çoxun çoxu əlaqəsidir və iyerarxik modellərdə çoxun çoxa əlaqə birbaşa mümkün olmur. Yəni onu reallaşdırmaq üçün orta düyün əlavə olunur. Məsələn, burada qeydiyyat düyünü ilə tələbə və kurs arasında əlaqə qurulur. Digər nümunələri də nəzər salaq. Müəllif, kitab. Bir müəllif bir neçə kitab yaza bilər və eyni zamanda bir kitabın da içində yəni bir neçə müəllif ola bilər. Müştəri, məhsul. Yəni bir müştəri bir neçə məhsul ala bilər və bir məhsulu isə eyni zamanda bir neçə müştəri ala bilər. Müəllim, fən. Bir müəllim bir neçə fən tədris edə bilər. Həmçinin bir fənni isə bir neçə müəllim tədris edə bilər. Film, aktyorlar. Yəni bir filmdə bir neçə aktyor oynaya bilər və bir aktyor isə bir neçə filmdə rol ola bilər. Yəni hər iki tərəfdən baxanda bir neçə element əlaqəsi var. Müəllim, tələbə və qeyd olaraq vermişik ki, universitetdə. Çünki universitetdə bir müəllim bir neçə tələbəyə dərs deyir və eyni zamanda bir tələbənin də bir neçə müəllimi olur, yəni onlardan dərs alır. Valideyn, övlad, yəni hər övladın bir neçə valideyni var, yəni iki valideyni var. Bir valideynin də eyni zamanda bir neçə övlad ola bilər. Yəni hər iki tərəfdən əlaqə bir neçə elementlə olanda bu çoxun çox əlaqəsidir və burada da gördüyünüz, yəni ortada yazılanlar da orta düyündür ki, yəni bu düyünlərlə bu əlaqələr qurulur. Davam eləyək. Bu modelin üstünlüklərinə nəzər salaq. Quruluşu sadə və aydındır. Axtarış burada sürətli olur, xüsusilə iyerarxiya məlumdursa, böyük təşkilatı strukturları göstərmək üçün uyğundur. Iyerarxik modelin çatışmazlıqları isə bunlardır. Verilənlər arasındakı əlaqə bir istiqamətlidir. Struktur səhvdir, yəni dəyişiklik etmək çətindir. Ağaca yeni alt ağac əlavə etmək və ya silmək sistemdə problemlər yarada bilər. Belə ki, bundan öncəki slaydlarda yəni o sxemlərdə hər hansı bir düyünü, yəni təpəni biz silsək və əlavə eləsək, artıq sistem korlanır, yəni iyerarxiya pozulur. Iyerarxik modelin tarixdə ən məşhur istifadəsi IBM, yəni Information Management System
verilənlər baza sistemində olmuşdur. Yararlıq model haqqında bu qədər məlumat kifayətdir. Əgər videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstəkdən faydalanıb bilsinlər. Hələlik sağ olun.